Mən deyirəm bu həftə becərdir. Siz nə deyirsiniz bax bu yeməyə? Bunun adı nədir ay usta? Qazan kebabıdır. Hə. Dost üstünə biber zat əlavə eləmişəm. Bəlkə kimsə istəyər. Hə. Qızartmaq. Dadlardır da, maraqlı. Yəni maraqlı bir şeydir. Qəşəng yemək oxşuyur amma. Amma burada maçamız da var. Belə qəşəng maçamız var. Elə buna baxan kimi bilinir ki, bu ət ucu hazırdır da. Sümükdən siz ayrılır. Bu sümükdən ayrılıqda deyir elə məni qoy mədəyə gedim. Sürüşüb özüm gedim. Burada qəşəng şapalağımız da var. Əsl yeyənlər, içənlərin yeməyidir. Bax bu şapalaq. Qəşəng özdə doyumlu yeməkdir. Sizə dünən qızartdıq verdik şapalağı. Qəşəng tavada qızartdıq. Öz yağında bir dənə qızartması var bunun. Səhifədə yəni hazırlanan zaman çəkib paylaşım eləmişəm, girib baxa da bilərsiniz. Bu bizim cızbızımızdır. Elə bax bunu elə bax elə öz tavasında çörəyə bandırırsan, yeyirsən. Sajda veririk. Onu yeyib içənlər bilir onun. Onu sajda veririk qəşəng altına. Bizim nəyimizdir? Salat. Yunan salatı. Yunan salatı maraqlıdır o da. Bu da bizim küftəmiz. Səhər 11-dən axşam saat 11-ə qədər biz buradayıq. Siz hardasınız? Gəl səhər də ye, günorta da ye, axşam da ye. Yeyə bilmirsən, burada otura bilmirsən, çatdırılma ilə də göndərək. İbanın hardadırsa fərq eləmir.